Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Amma ba'd. Yani sual verilir ki paltarın ters üzünü çevirip giyinmek olar mı? Yani alimlerin verdiği cevaplardan belə çıxır ki, əgər insanın seçilməsinə və başqalarının gözünün ona tərəf yönəlməsinə səbəb olacaqsa, məsləhət deyil və şöhrət paltarına daxil ola bilər. Şöhrət paltarı da hədisdə qadağan olunmuşdur. Peyğəmbər s.ə.v buyurur: "Mən ləbisə thawbə şöhrətin əlbəsəhullahu yevməl qiyaməti thawbə məzəllətin." Yəni kim şöhrət paltarı geyinərsə, qiyamət günü Allah Teala ona məzəllət, yəni zəlillik paltarını geyindirər. Yəni şöhrət paltarı da yəni seçilən paltara deyilir. Yəni paltarın çevrilərək tərs üzünün geyinilməsi istisqa namazında, yağış namazında, yəni yağışın yağması üçün qılınan namazda varid olub. O ki qaldı zahir olmazsa və yaxud da insan tənbəlliyinə görə geyinərsə və yaxud da unutduğuna görə, yəni burada bir o qədər problem yoxdur, yəni məsələ yüngüldür. Əgər bunun üzərində bir qeybətə və yaxud məsxərəyə səbəb olmursa, yəni başqalarının onun məsxərə etməsinə səbəb olmursa, yəni ümumiyyətlə müsəlman çalışmalıdır ki, məsxərə və yaxud da gülüş obyektinə çevrilməsin, yəni özünü belə bir hava salmasın. Yəni başqaları əgər onun qeybətini edərlərsə, onları da günaha düşürmüş olur. Onların da günaha düşməsinə səbəb olmuş olur. Yəni müsəlman belə şeylərdən çəkinsin, doğrusunu Allah bilir. İxlasla.com saytı tərəfindən təqdim olundu.